Hamıya salam, mətbəximizə xoş gəlmisiniz. Bugün sizinlə Azərbaycan mətbəxinin qədim yeməklərindən rizə küftə hazırlayırıq. Rizə küftəni hər xanım özünə məxsus hazırlayır. Bir də bizim mətbəxdə necə hazırlanır ilə tanış olun. Yeməyimiz üçün 500 qram çəkilmiş ət götürmüşük. Ətin yarısı yağlı qoyun ətidir, yarısı da dana əti. Bura 2 baş narın doğranmış soğan, duz, qara istiot və darçın əlavə edib əti yaxşı yoğururuq. Hazırladığımız ətdən xırda küftələr tutub yığırıq. Üzərini örtüb soyuducuda yarım saat gözlədirik ki, küftələr özünü tutsun. Və o vaxta qədər biz xörəyimizin sosunu hazırlayırıq. Bunun üçün 2 orta böyüklükdə quru soğanı narın doğrayırıq. Soğanı qovurmaq üçün tavaya 1 xörək qaşığı quyruq yağı və 20 qram ərinməmiş kərə yağı əlavə edirik. Yağ isinəndən sonra soğanı əlavə edirik. Sos üçün 2 ədəd iri və yaxud da 3 ədəd orta böyüklükdə pomidoru xırdalayırıq. Soğan öləndən sonra zövqə görə duzunu və sarıkökünü əlavə edib yumşalıb qızılı rəngə çalana qədər qovururuq. Soğan yumşalandan sonra pomidorunu əlavə edib pomidorla qovururuq. Sos burada hazır olur. İndi biz xırda küftələri qızğın yağda çevirməliyik. Bunun üçün tavaya yenə də 1 xörək qaşığı quyruq yağı və 20-25 qram da əriməmiş kərə yağı əlavə edirik. Yağ dağ olandan sonra xırda küftələri əlavə edib qızğın yağda möhürləyirik. Küftəciklər hazırdır, sos da hazırdır. Küftəcikləri sosun üzərinə əlavə edirik. Bura 1 stəkan su əlavə edib orta ateşdə 45 dəqiqə bişiririk. Varsa siz bura ət bulyonu da əlavə edə bilərsiniz, yoxdursa elə bizim kimi adi su əlavə edin. Bəh, bəh, bəh. Yeməyimiz hazırdır. Elə möhtəşəm ətri gəlir. İnsan iştahını açır. Yeməyi süfrəyə verəndə üzərinə azacıq xırda doğranmış keşniş səpirik. Bu da bizim üsulumuzla rizə küftə. Çox ləzzətli yeməkdir. Bir də mən sizə yayda hazırladığımız biber turşusu və qışlıq çoban salatını göstərmək istəyirəm. Kanalımızı izləyənlər bilirlər ki, biz həmişə izləyicilərin etibarını qazanmaq üçün hazırladıklarımızı qış ərzində
Yeməklərin yanında açıb göstəririk ki, izləyicilərimiz də ürək rahatlığı ilə ailələri üçün, uşaqları üçün hazırlasınlar gələn ili. Bu biber turşusunu da biz bu il hazırlamışıq. Ona görə də açıb sizə göstərmək istəyirik. Gördüyünüz kimi necə də gözəl qalıb. Narahat olmayın. Eyni bizim üsulla hazırlasanız siz də razı qalacaqsınız və qışda süfrənizə bu gözəl turşudan qoyub qonaqlarınızın yanında, ailənizin yanında özünüzlə qürur duyacaqsınız. Görürsünüz necə şaxdır, xırt-xırtdır, xırt-xırt səsini də eşidirsiniz yəqin ki. Bu da qışlıq çoban salatı. Çox-çox ləzzətli qış hazırlığıdır. Xüsusən qızartmaların, ət yeməklərinin yanına ayrıca yaraşır. Əgər ürəyiniz çəkdirsə, inşallah yayda siz də bizim üsulumuzla ürək rahatlığı ilə etibar edib hazırlaya bilərsiniz. Bunları da sizinlə paylaşmaq istədik. İnşallah bəyənib siz də mövsümündə hazırlayarsınız. İnşallah videomuz sizin üçün faydalı oldu. Videomuz haqqında fikirlərinizi şərhlərdə gözləyəcəyim. Şərhlərinizi əsirgəməyin. Onları oxumaq bizim üçün çox maraqlıdır. Çox dəyərlidir şərhləriniz bizim üçün. Bu qədər. Siz də hazırlayın. Süfrələriniz bol ruzulu, bərəkətli olsun. Nuş olsun. Hələlik.